Salam mənim əzizlərim. Bugün sizlər üçün rəngli popkornlar hazırlayacağıq. Bunun üçün bizə lazım olan qida boyası, şəkər tozu, duru yağ və qarğıdalıdır. Elə isə keçid alırıq hazırlama prosesinə. İlk öncəliklə qalın tavamızı qoyuruq sobanın üzərinə. Sobanı yandırırıq və bu əngür xodda olmalıdır və duru yağımızı əlavə edirik. Duru yağımızı əlavə etdikdən sonra bizə lazımdır qarğıdalılar. Bu qarğıdalılar da sırf popkorn üçün nəzərdə tutulmuş qarğıdalılardır. Qarğıdalılarımı əlavə etdim. Növbədə isə qida boyasıdır. Qida boyasını da istədiyiniz rəngdə seçə bilərsiniz. Bu sizin öz zövqünüzdən asılıdır. Bildiyimiz tortlar üçün, şirniyyatlar üçün istifadə etdiyimiz qida boyasıdır. Bir neçə damcı əlavə etsəz bəs eləyir. Mən burada mavi rəngdən istifadə etdim. Siz zövqünüzə görə dəyişə bilər. Bu arada sobamızın altı yanlıdır. Mən qida boyanı əlavə etdikdən sonra üzərinə şəkər tozunu da əlavə edib bunları azcına qovurma kimi edəcəyəm. Artıq qida boyasını tam əlavə etdim. Növbə artıq şəkər tozunundur. Şəkər tozunu da əgər çox şirin sevirsinizsə çox, az şirin sevirsinizsə az əlavə edə bilərsiniz. Gördüyünüz kimi döşdükcə mən yavaş-yavaş qarışdırıram ki, o şəkər orada dibi yanmasın. Çünki şəkər elədir ki, çox tez yanır və şəkər yanında da ondan çox pis iyi gəlir. Və mən qovurmağa başlamışam. Artıq görəndə ki, o yavaş-yavaş başlayıb patlamağa, mən tavamın qapağını qoyacağım. Gördüyünüz kimi necə olubdur. Sizdə də belə alınacaq. Amma durmadan qarışdırın ki, şəkər yapışmasın tavanın dibinə, yanmasın. Artıq qarğıdalılarımız istiləndikdən sonra başlayacaq yavaş-yavaş patlamağa. Bunun üçün bir neçə dəqiqə lazımdır bizə. Artıq bax belədir vəziyyəti. Mən artıq qapağını yavaşca bağladım. Çünki yollar başlayıblar yavaş-yavaş patlamağa və adamı yandıra bilərlər. Onun üçün qapağı qoymaq mütləqdir. Həm də bütün evə, hər yerə dağılacaqlar. Mütləq ki, qapağından istifadə edin. Və belə yavaş-yavaş öz yerində tərpədin ki, dibi, yenə deyirəm, yanmasın. Şəkər olduğuna görə çox tez yana bilər. Və bu prosesdə qazanınız, tavanınız nə qədər qalın olsa o qədər köməyinizə çatacaq. Və budur. Bizim rəngli popkornlarımız artıq hazırdır. Dadı da həqiqətən çox gözəldir.